Salam, axşamınız xeyir uşaqlar. Diləmənin birinci sualına baxacağıq. Bu arada 11-ci sinif sınaqdır. Gəlin baxalım. Birinci sualda düzgün cavabımız C variantı olacaq. A variantında həm deyir şimal, həm cənub qütbündə yaşayır, səhv fikirdir. B variantında deyir ki, onlar qarda asanlıqla görünürlər. Xeyr, qarda görünə bilmir. Çünki polar bear qütb ayıları elə özləri ağ rəngdə deyə qarda seçilmirlər. C variantı düzgün cavabdır. Yəni onları soyuq havada yaşayırlar. Çünki onların əlində warm coat, isti palto kimi bir şey olur da. D variantında deyir ki, polar bears uzun məsafə üzə bilmirlər, səhv fikirdir. Onlar diləmədə deyir ki, hardasa 15 kilometr yoxsa 150 kilometr nəsə belə bir şey dedi ki, üzə bilirlər. E variantında isə deyir ki, yalnız bitki yeyirlər, səhv fikirdir. 2-də deyir ki, tekstin adını nə qoyaq? Əlbəttə ki, polar bear'ın həyat tərzi və xarakteristikası C variantı olacaq. Deyir ki, Arktikdə yaşadıqlarına görə bir də polar bear'lar öz qabaq ayaqlarından ayaq üstə durmaq üçün istifadə edirlər. Bir düzdür. Bir də 2 düzdür. Çünki yellow white kodları onları qarda gizlənməyə kömək edir. Amma 3-dədir ki, onlar 10 kilometr üzə bilirlər. Yəni üzə bilmirlər 10 kilometrdən artıq. Halbuki diləmədə dedi 15 kilometr üzürlər. Çəkilərdə 150 kilodan artıq olur, amma bu da səhv fikirdir. 1-2 A variantı doğru cavabdır. 6-cı sualda isə coat sözünün qarşısına warm sözünü dedi. İsti, mülayim deməkdir. 5-cidə sadəcə cümləni tamamlamaqdır. Keçirəm 7-yə. Gəldim bunun qrammatikasına. Qrammatikasını indi bəziləriniz deyirsiniz ki, çətindir, belədir. Amma inanın ki, heç nə çətin bir şey yoxdur uşaqlar burada. Skill özü bilirsiniz ki, bacarıq deməkdir. Skill sözü isimdir, düzdürmü? İsimdirsə mütləq qabağında artikl olmalıdır. Ona görə B variantı çıxdı. Artikl yoxdur. Demək, deyir ki, yaxşı əlaqə yaxşı bir bacarıqdır. İlk dəfə danışır da bizə. Mən nə bilim hansı əlaqədən danışır. Yəni Z artiklı ancaq əşya haqqında məlumatımız olanda verəndə daha yaxşı olur. Sonra qalıram important sözü saitlə başladığına görə burada ən important olmalıydı. An important skill. Ola bilər ki, an artiklı skill bacarıq sözünə aiddir, amma yəni ən özündən sonra gələn ilk sözə tabi olur da. İsmə aid olur, amma tələffüzü artıq ondan asılı olur. Aynen yen arasında qaldım. Demək, yazı saxlayın ki, artiklı very'dən sonra gəlmir. Məsələn, danışılan deyirik ki, a very beautiful girl. Yəni, very vermirik də, yəni bu şəkildə demirik. Ona görə, bu da çıxdığına görə cavabımız A variantı qaldı. 8-də burada preposition dərsidir. Preposition yavaş-yavaş səhifə 19-da açın. Tez-tez baxmağa çalışın. Məsələn, bu feilin özü var elə responsible. Həmişə forla işlənir uşaqlar. Responsible forla işlənənə görə iki variant arasında qalırıq. Deyir ki, o məktəbdə təşkil olunan tədbirlərdə məsuliyyət daşıyır da. Yəni məktəbdə dediyimizə görə ət verəcəyik orada. 9-cu sualda student sözü təkdədir uşaqlar. Təkdədirsə, məsələn, oldan sonra gələn isim mütləq cəmlənməli idi. Ona görə D variantı çıxdı. Only də bilirsiniz də, if you a little-la işləndiyinə görə elə avtomatik olaraq C variantını düz götürə bilərsiniz. 10-cu sualda Black Sea, Qara dəniz deməkdir. Qara dəniz, dənizin qarşısına həmişə Z artiklı işlənir deyə A, C, D arasına qalırsınız. Village kənddir, kənd isimdir. İsmin qabağında mütləq artikl olmalıdır deyə C variantda getdi. Qaldınız aynen D-nin arasında. Deyir, onlar həftə sonunu balaca bir kənddə keçirdilər, Qara dəniz yaxınlığında. Kənd bilirsiniz hansı kənddir? Məlumatımız var, yoxdur axı, ilk dəfə danışır. Ona görə A variantını götürəcəm. 11-ci sualda 2 doğru düzgün cavab var. A, bir də D variantı. İndi izah edəcəm buradakı səbəbi də. Deyir ki, this is my sister's friend. Bu mənim bacılarımın dostudur. Yəni, problem yoxdur burada. B variantına Tomun ayrı, Jane-in ayrı evi varsa, house sözü cəmlənməli idi. Children həmişə apostrof S-lə işlənir, kökündən dəyişən cəm isim olduğuna görə. Y variantında ümumiyyətlə apostrof S söhbəti yoxdur. D variantı nəsədir ki, Emma və Sara'nın anası həkimdir. Yəni anaları ortaqdır, deyir ki, həkimdir də. Yəni burada da heç bir problem yoxdur. A da uyğun gəlir, D də uyğun gəlir. 12-ci sualda salt duz deməkdir uşaqlar. Duz sayıla bilməyən isimdir deyə men ilə işlənə bilməz. Water da sayıla bilməyən isimdir deyə men ilə işlənə bilməz. Avtomatik olaraq 2, 3, 5 B variantı doğru cavabdır. 13-cü sual deyir ki, passive voice-da olan cümlələri seç. Passive voice-da necə olmalıydı? To be üstə gəlsin, V3 şəklində olmalıydı, düzdürmü? Mən də baxıram ki, birincidə to be var, V3 də var, okey. İkincidə ümumiyyətlə to be yoxdur. Üçüncüdə to be üstə gəlsin, V3 var. Dördüncüdə ümumiyyətlə to be yoxdur. 1, 3, B variantı doğru cavabdır.
14-cü sualda close and meaning yaxın mənalı sözləri istəyir. Purchase-dən buy ikisi də almaq deməkdir. Bunun üçün nə etmək lazımdır? Çox söz bilmək lazımdır. Bəziləriniz tənbəlsiz, söz əzbərləmək istəmirsiniz uşaqlar. Bu da böyük problemdir. Çox xahiş edirəm, telefonlardan özünüzü kənarlaşdırın. Daha çox bu kimlər ki sosial mediadan istifadə edir, bağlayın. İmtahanımıza çox az qalıb. Yəni yaxşı bal yığmaq üçün çoxu söz əzbərləməlisiniz. Amma siz ərənirsiniz, yəni məsuliyyətsiz yanaşırsınız. Halbuki bu 2 ay sizin taleyinizi həll edir, amma siz bunun fərqində deyilsiniz hələ də. Demək, purchase almaq, buy da almaq deməkdir. A variantı doğru cavabdır. Explain izah eləməkdir. Disturb narahat eləmək, frighten qorxutmaq. 15-ci sualda deyir ki, faydalı məsləhət. Məsləhət sayıla bilməyən isim deyə qabağında artiklı işlənə bilməz. Sonra 2-də a university. Biz bilirik ki, artiklı summitlə başlayan sözün qarşısında işlənir. University sözü baxmayaraq ki, u ilə başlayır. Amma tələffüz olunanda university deyirik. Ona görə 2 düzdür. A police officer düzdür. An unusual idea düzdür. Honest person. Burada person sözü təkdədir deyə qabağında mütləq artiklı işlənməlidir. Bu da oxunanda honest oxunmur. Honest oxunur. Honest. Ona görə an artiklı olmalıydı qabağında. Nəysə. 2, 3, 4. B variantı doğru cavabdır. 16-cı sualda deyir ki, match the words to say definition. Sözləri sadəcə definitionlara uyğunlaşdırmaq lazımdır. Harmless ziyansız deməkdir. Yəni ki, heç bir ziyana səbəb olmayan. Birəcə injured zədələnmiş deməkdir. Yəni incidirilmişdir. Rare nadir halda deməkdir. Yəni çox ümumi olmayan. Sonra exhausted yorğun deməkdir. Very tired de yorğun deməkdir. Continue isə sağ qalmaqdır. Cavabımız qalacaq C, D, Y, B, A. Yəni A variantı. 17-ci sual da qorxulu sual deyil uşaqlar. Siz prosta belə suallar görən kimi, məsələn, D variantında avtomatik çıxması əsasın ortasında better müqayisə dərəcəsində ola bilməz. Sonra more müqayisə dərəcəsində bildirir. The best üstünlük. Bu nədir ki? Yəni belə dərəcəmi var. Sonra a little-dan sonra qayda dəftərini açıb baxsınız, görəcəksiniz ki, müqayisə dərəcəsi gətirməlidir. A little best yox, a little better olmalıydı. Bu da çıxdı. Qaldım A ilə B-nin arasında. Mən də baxıram ki, müəllimə demişdi ki, to be, to feel, to become, to turn, to stay. Link verblərdən sonra zərf gəlmir uşaqlar, sifət gəlir. Will da bilirsiniz ki, zərfdir. Ona görə B variantını götürəcəm. Maçdan sonra müqayisə dərəcəsi gəlib, zən də müqayisə dərəcəsini zaten istəyir deyə B variantıdır. 18-dədir ki, onundur, he keeps repeating the same story again and again. Eyni hekayənidir, yenidən danışır və bu çox yorucudur, bezdiricidir. Inspiring ruhlandırıcı, delightful ləzzətli, beneficial faydalı, hopeful ümiddir. Yəni məna uyğun gəlmir. 19-cu sualda afraid of-la işlənir, keen-də on-la işlənir. Of, on, cavabımız qalacaq D variantı. Yəni bunlar iminli işlənən ifadələrdir ki, preposition bölməsində biz bunları daha yaxşı öyrənəcəyik. Yəni to be afraid deyən kimi ağlımıza of gəlməlidir. Keen deyən kimi arzusunda olmaq deməkdir. Keen onunla işlənir həmişə. 20-ci suala baxıram. 20-ci sual complex object dərsinə aiddir. Növbəti mövzularda keçəcək bu dərsi. Bu dərs nədən ibarətdir uşaqlar? Let və birdən make adlı birinci qrup feilləri var ki, özlərindən sonra çılpaq feil istəyirlər. Yəni məsələn, leti mən bura birinci boşluğa qoysam, bundan sonra gələn boşluq arada əlbəttə ki, tamamlıq olacaq. Bundan sonra gələn feil çılpaq olmalıdır. Yəni heç nəsiz olmalıdır. Məsələn, A variantında id var. Olmaz. B variantında to'su var, D variantında to'su var, Y variantında ayıncısı var, C variantı doğru cavabdır. Yəni çox sadə dərs əslində. 21-də deyir ki, şagirdlər hazırlanmışdılar yarışı motivasiya eləyərək özlərini və təşkil eləmişlər onların öz cədvəllərini. Yəni cədvəl sözü isim olduğuna görə biz də isimlə işlənən əvəzlik verməliyik ora. Yəni their variantı tamamilə oturur ora. 22-ci sual isə çox sadədir. Information sayıla bilməyən isimdir. Sayıla bilməyən isim cəmlənə bilməz. Sayıla bilməyən isim qətiyyən artiklına işlənə bilməz. And information piece isə tamamilə yanlış bir quruluşdur. B variantı doğru cavabdır. Readingdə isə danışır bizə Cherry Blossom festivaldan. Cherry nə deməkdir? Gilas. Blossom isə çiçəklənmə deməkdir. Yaponlarda Cherry Blossom festivalı var. Yəni gilasların çiçəklənmə festivalı var ki, ən gözəl və vacib qeyd etmələrdən biridir. Hər yaz, adətən bu başlayır late March, martın sonu, mid-April, aprelin ortası olur da. Yəni nə qədər davam edir onda belə çıxır ki, martın axırı başlayıb, aprelin ortası bitirsə, demək 2 həftə, 10 gün belə olan bir bayramdır, festivaldır. Cherry Tree Blossom, yəni deyir ki, buna bəzən sakura, bəlkə də səhv salıram mən, sakura da deyirdilər deyəsən. Bəlkə də ondan səhv saldım. Bir dəfə imtahana belə bir şey düşmüşdü. Yaponların hansı festivalı haqqında. Yəni belə şeylərə çox diqqətli olun. Bizim
Bəzən olur ki, məsələn, düşsə Novruz bayramı hamımız bilirik bu haqda məlumat, nə bilim, düşsə İçəri şəhər, Şirvanşahlar hamımızın nə də olmasa bir məlumat var. Adətən imtahanda belə şeylər salırlar ki, də heç kəs bilmirdi orada nədən söhbət gedir də. Nəysə, deyir ki, bu blooming periodu adətən davam edir 1 və yaxud da 2 həftə. Beləliklə, insanlar mümkün olduğu qədər həzz almağa çalışırlar. Yaponiyalı insanlar bu festivala Hanami deyirlər. Hansı ki, bu Hanami də nə deməkdir? Flower viewing, gülə baxış keçirmə. Ailələr, dostlar, iş yoldaşları hamısı toplaşırlar gilas ağaclarının altına parkda və onlar blanket, adyal deməkdir. Adyal sərlər ota və neynirlər? Orada qəşəng yeməklər yeyirlər, düyü tortları, nə bilim indi Yaponlarda olanlarından çay içirlər və çəhrayı və ağ çiçəklərdən belə zövq alırlar. Bəzi insanlar deyir, hətta axşama qədər orada qalır ki, cherry trees look magical. Çünki cherry treelər, bu gilas ağacları da xüsusi lampa və işıqların altında magical görünürlər. Magical uşaqlar sehirli deməkdir. Cherry blossom are symbol of beauty. Yəni gözəllik simvoludur, həyatın qısallığının simvoludur. Həyatın qısalığı niyə? Çünki açır, 14 gün çəkir də onun həyatı. Ondan sonra tökür də yayında yarpaqlarını. Nəysə, çox yaponlar inanırlar ki, bu düşən yarpaqlar insanları, yəni hər anını qiymətləndirilməli olduğunu bildirir. Appreciate sözü qiymətləndirmək deməkdir bu arada. Yəni bu festival ərzində shop, mağazalar xüsusi şirniyyatlar, decorationlar, dekorasiyalar, zatlar satırlar. Turistlər də gəlirlər, baxsınlar da. Hanami'nin final günündə isə, son günündə isə şəkil çəkdirirlər, piknik areaları olur ki, orada sağ ol eləyirlər də bu çiçəklənməyə gələn yaza qədər. Buna baxmayaraqdır ki, bu flower lasts for a short time, qısa müddət çəkir. Bu festival gətirir sevinç, sülh və birlikdəlik hər kəsə gətirir də. Nəysə, 23-cü sualda nədən danışırdı? Yəni traditional spring celebration, yəni ənənəvi yaz qeyd etməsindən danışırdı, yəni bayramından danışırdı. 24-də deyir ki, doğru olan hansıdır? Hanami'dir, elə bir adətdir ki, orada insanlar toplaşırlar və cherry blossomdan zövq alırlar. 25-də nə qədər davam edirlər? Əlbəttə ki, 1 or 2 weeks. 26-da isə deyir ki, Cherry Blossom Festival is celebrated with picnics under the cherry tree. Ola bilər, last about the next full moon. Belə şey yox idi. Includes enjoying the blossom during the day and evening. Begins in early winter yox. 1-3 daha çox uyğun gəlir. D variantı. 27-ci sualda deyir ki, niyə insanlar zövq alır? Bu sadəcə bizim essay mövzumuzdur. Əslində çox mənasız bir mövzudur ki, niyə insanlar zövq alır? Mən nə bilim, niyə insanlar zövq alır? Yəni ki, o çiçəklərə baxıb sadəcə o çiçəklərin rənginə falan. Yəni bu əslində belə essay düşməyəcək imtahanda. İmtahanda düşə bilər ki, Azərbaycanda hansı festivallar var? Biz orada yaza bilərik Color festivalı, rəng festivalı var, nar festivalı var, sonra şərab festivalı var. Yəni hardakı Göyçayda keçirilir məsələn nar festivalı. Orada çoxlu narlar göstərilir. Məsələn, onu ingiliscə yaza bilərik də. Düşünürəm ki, kimisə süni intellektlə yazıb mənə göndərə də bilər, yoxlayım. 29-cu sual səhvdir. Yəni orada heç bir şey tapmadıq. To enjoy looking at something, to view da ola bilər, mənzərəyə baxmaq. Yəni çünki başqa feil götürə bilmirik orada. Yəni bu qədər uşaqlar, özünüz yoxlayın. Səhvlərinizdə inşallah ki, kimsə başa düşməsə mütləq şəkildə şəklini çəksin, atsın mənə, mən onu şəxsdə bir də başa salım.